Salam Murad. Necəsən? Yox, denə yaxşıyam. Aferin. Muradımız nitqin inkişafının ləngiməsidir. Yəni Murad ilk dəfə bura müraciət edəndə heç bir nitqə malik deyildi. Yəni periferik nitq aparatında gördüyümüz kimi böyük bir disfoniya problem var. Muradın ilk dəfə bura müraciət edəndə atipik əlamətlər var idi Muradda. Nitqin ümumi ləngiməsi idi və psixoloji kontakt, sosial münasibət bacarıqları yox idi. Artıq biz Muradla işləyirik. Psixoloq və loqoped bərabər korreksiya işi aparırıq Muradla. Muradın 3 yaş yarımdır. Artıq Murad nitqin inkişaf mərhələsini keçib. Pasiv nitqində daha çox sözlər vardır. Söz birləşmələrini eləyir. Artikulyasiyasında olan problemin demək olar 60%-ni aradan qaldırmışıq. Murad ilk dəfə gələndə hətta mama sözündən başqa demək olar ki, bir neçə söz bilirdi. Cəmi cümlə saysan balansında 5 söz var idi, yox idi. Artıq Murad sözlər deyir, üfləmə, nəfəs aktı çox zəif idi, üfürmə yox idi. Üfürməsi artıq üfürməyi bacarır. Artikulyasiya aparatı inkişaf eləyib. Periferik nitq aparatındakı olan sorunları aradan qaldırmışıq. Murad artıq sosial münasibətə, göz kontaktı normallaşıb. Normal cəmiyyətə adaptasiya olunub. Biz hal-hazırda Muradın nitqinin inkişaf mərhələsini işləyirik. Artikulyasiya gimnastikaları, nəfəs aktı gimnastikaları, kiçik materik bacarıqlar, rəngləri tanımaq, anlama və təfəkkürünün analizinin inkişafı üzrə mərkəzimizdə korreksiya gedir. İnşallah Muradın böyük uğurlarını əldə edəcəyik Allahın izni ilə. Və siz bərabər istərdim ki, keçdiyimiz yolları bərabər bir daha siz də görəsiniz. Murad, bax, gözdə. Gözdə Murad. Aha. Murad, bu nə rəngdir? Yaşıl. Bax, mənə Murad, yaşıl. Yaşıl. Aferin. Tax Murad. Aferin. Bu hansı figurdur Murad? Dairə. Dairə. Aferin. Tax Murad. Aferin. Bu nə renkdir Murad? Gök. Göy. Gök. Bax Murad. Göy. Murad. Göy. Aferin. Tax Murad. Murad, bu nə renkdir? Sarı. Gözdə Murad, gözdə. Hoppa. Sarı. Aferin. Qırmızı. 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 Üç. Bucaq. Aferin Murada. Aferin Murada. Aferin. Murad, bu nədir? Sarı. Aferin Murada. Yox Murad. Düz tax. Düz tax Murad. Düz tax. Özün tap. Yox Murad. Yox Murad. Aferin. Murad, bu nədir? Nə rəngdir? Yox. Dinə. Yaşıl. Aferin. Tax Murada. Aferin Murad. Göy. Murad, bax mənə. Aferin Murada. Tax Murad. Tax. Tax. Tax Murad. Murad, tax. Göy. Aferin Murad. Murad. Aferin. Aferin. İndi biz Muradın kiçik materikasını inkişaf elətdiririk. Kiçik motor bacarıqlarımız inkişaf eləməsə, nitqimiz də inkişaf etməz. Düzdür Murad? Denə, bəli. Aferin Murada. Aferin Murada. Murad, aferin. Bu nə renkdir? Göy. Mavi. Mavi. Aferin. Aferin. Sarı. Aferin.
Aferin Murada. Murad, plastilini mənə ver. Aferin. Aha. Bu nədir Murad? Sarı. Aferin Murada. Bu nədir? Qırmızı. Aferin Murada. Aferin. Kiçik materik bacarıqlarımız inkişaf etməlidir ki, nitqimiz də inkişaf elətdirsin. Nitqin inkişafı üçün əsas vacib olan ünsürlərdən onu demək olar ki, bizim dil, diş, alt çənə və kiçik motor bacarıqlar. Nitqin inkişafında əsas vasitə nəfəs aktı, yəni nitq inkişafında loqopedik belə deyək də korreksiya işində bir nəticəni yaxşı əldə etməsi üçün birinci növbədə düzgün və səlis uşağa plan qurulmalıdır. Başlıca olaraq artikulyasiya aparatı, periferik nitq aparatı inkişaf etməsə, uşaqda heç bir səs, heç bir söz əldə etmək mümkün deyil. Ona görə ilk öncə periferik nitq aparatının inkişafı üçün lazım olan bütün korreksiya işi getməlidir. Ondan sonra kiçik motor bacarıqlar inkişaf etməlidir, masaj olunmalıdır, dil və yanaq əzələləri inkişaf etməlidir. Ondan sonra uşağa korreksiya işi aparılmalıdır. Bunun üçün bizə əsas vasitə nəfəs aktının inkişafıdır. Uşağın nəfəsi inkişaf etməlidir. Üfürmə. Nəfəs yolları inkişaf etməsə, uşaq heç bir səslə əldə edə bilmərik. Bildiyimiz kimi danışarkən bizə əsas vasitə səs, nəfəs və dildir. Yəni nəfəs yolları, nəfəs aktı inkişaf etməsə, uşaqlarda olan səs qüsurları o cürdə qalacaqdır. Onun üçün korreksiya işi gedişində əsas ilk öncə toxunduğumuz birinci növbədə nəfəs, dil aparatının, yəni dil ünsürünün inkişafı, periferik nitq aparatı, bunlara daha çox önəm verməliyik. Üfür, üfür, bax. İndi sən elə, bir də. Aferin, bir də. Bax. Bir də, bir də, bir də, bir də, bir də. Aferin, şam. Üfür, üfür, üfür. Bax. İndi sən elə. Aferin, bir də. Üfür. Üfür. Aferin. Üfür. Bir də. Aferin. 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 Aferin Murada. Murad ilk dəfə gələndə bura şamdan hətta qorxurdu. Hətta şama yaxın getmirdi, üfürmə yox idi. Nəfəs aktı demək olar ki, çox zəif idi, hətta yox idi. İndi maşallah Murad özü artıq şamı üfürür. Aferin Murada. Aferin Murada. Aferin. Aferin. Artıq Murad öz-özünə aferin deyir. Biz artıq Muradla sujetli şəkillərlə cümlə qurmağı keçmişik. İnşallah artıq şəkillərlə biz Muradla sujetli şəkillərlə cümlələr qururuq. Oğlan neynir? Ay Murad. Murad, oğlan neynir? Oğlan topla. Denə. Oğlan topla. Meydançada gol. Gol. Nə? Gol. Denə, bax mənə. Gol. Attı. Yox, at. D. Aferin. İndi denə. Oğlan. Oğlan. Topla. Bax mənə. La. Gol. Attı. At. D. Murad mənə bax. D. Biz D-ni necə eləyirdik? D. Aferin. Götü. Tü. Bak gö. Bak gö. Tü. 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 Bak gö. Tü. Tü. Dü.
D. Dıt. D. Dıt. Aferin. Muradın artikulyasiyasında problem olduğu üçün, ön dişləmləri, açıq dişləm olduğu üçün Muradda hələ də bu problemləri aradan qaldırmaq zaman göstərir bizə. Yəni biz Muradla yeni başlamışıq. İnşallah bir neçə dərsdən sonra artıq Muradla olan problemimizi aradan qaldıracağıq. Lak. Nak. Lak. Nak. Mənə bax. Lak. Nak. Aferin. Denə. Lak. Dak. Aferin. A. Ay. Y. Ya. Aferin. Lam. Bax mənə. Lam. Rat. Bax mənə. Lam. Pa. Pa. Aferin. V. M. V. M. M. V. M. V. M. V. M. V. İndi də ev. M. V. Aha. Murad bu nədir? Oğlan. Lan. Aferin. De görüm. Qayık. Bir də. Qayık. Kakik. G. L. Aferin. Nədir bu? Lupa. Hani? 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 Yemək. Yaxşı. Şo. Şu. Şi. Aferin. Aferin. İndi denə. Əlimə.